Hər vaxtınız xeyir olsun qızlar. Necəsiniz? Ümid edirəm ki, möhtəşəm ötəsisiniz. Çünki mən möhtəşəm ötəsiyəm. İlk dəfədir ki, belə bir vlog çəkirəm. Ona görə də kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Bir müddətdir ki, dırnaqlarım bərpa olsun deyə gel laka ara vermişdim və bərpa oldu, kəsdim. Artıq öz dırnaqlarımdır və bugün gedirik yenilərini düzəltdirməyə. Hal-hazırda isə taksi gözləyirəm gəlsin, gedək birlikdə. Trendyoldan aldığım bu raketi çox bəyəndim. Community bölməsində sizlərlə də linkini bölüşəcəm. Şalvar olaraq isə skater cins seçdim və demək olar çox rahatdır. Gündəlikdə çox sevirəm. Linkə də əlavə edəcəm. Hər zaman gel lak etdirsəm də dırnaqlarımı bu dəfə dibdən kəsdiyimə görə bu dəfəki seçimim tipsi qaynaq oldu. Dırnaq ustam da deyir ki, sən kefinə düşəndən düşənə gəlirsən. Əslində isə mən dırnaqlarımın sağlığı baxımından bir müddət ara verərək gedirəm. Tələbə olduğum vaxtlarda başqa bir ustanın yanında 3 ay ardıcıl dırnaqlarımı düzəltdirdim və ondan sonra aparatın içində o qədər çox göynədi ki dırnaqlarım. Özümə söz verdim ki, bir də ardıcıl dırnaq düzəltdirməyəcəm. Dırnaqlarımı çox bəyəndim. İndi isə gedəcəm xalamgilə. Əslində kargo da götürməliyəm. Bu kargo paketi deyil. Əslində bunun içində it yemi var. Bunu götürmüşəm ki, yolda acitləri gördükcə verim, faydam olsun. Axır ki, bir dənə itə rast gəldik. Arxamca gəlmək istəyirdi, amma qoymadım. Baxın, bunlar belədir. Yeməyini qoyur, arxamca gəlir. Biraz sevgi görən kimi əl çəkmir insandan. Yəni, bu cür canlıları necə incitmək olar axı? Orada da bir dənə balaca oturub. Bunlar demək olar ki, hər gün həyatda qalmaq uğrunda mübarizə aparırlar. Çünki pis insanlar tərəfindən öldürülürlər. Ümumiyyətlə, heç gün bunlara yemək vermir. Mən də çalışıram, əlimdən gəldiyi qədər edim. Görün, nə şirindir bu. Pislik. Mənim pişiklərim var deyə avtomatik itlərdə pişik kimi oynadıram. Görün, burada kim var? Düz oradan bura qədər gəlib bura. Sən niyə yeməyini yemədin ki? Bu da bunun yeməyidir. İcazə ver, yesin. Ya da ki, ikiniz yiyin, sonra onu da apararsan öz yeməyinin yanına. Gəlməsən. Bax, necə ağıllıdır, yeməyini yeyir. Xalamgilə gəlmişəm. İndi bu cübbuluya dərman vuracaq. Advokat almışam. Və indi bunu bu balacaya vuracaq ki, yaraları sağalsın. Gəl bura. Deməli, bunu açırıq birinci. Açdıq. Sonra isə bunu vurduq. Qapağını açdıq və tərsinə qoyub ağzını belə açırıq. Sonra isə yara olmayan dərisinə baxaq görək, harda yara yoxdur. Çünki açıq yaraya vurmaq olmaz. Bura gəl görüm. Bura gəl. Boynunun arxasından yara olmayan dəriyə, sağlam dəriyə. Çünki yaraya vurmaq olmaz. Dəqiqə. Biraz da masaj edirsiniz ki, dəriyə keçsin. Buna qara dodaq adı veriblər bu pişiyə. Adı qara dodaqdır. Xalam nəvələri verib adını. Qara dodaqsan sən? Hə, qara dodaq. Gəl bura. Bura gəl. Göstərməyə çalışıram, amma imkan vermir. Yəni, sağlam dəriyə tətbiq edirsiniz, yara üstünə yox. Və çalışın dəriyə keçsin. Yəni, tükün üstündən sadəcə vurmayın. Dəriyə keçməlidir çünki. İnşallah ki, faydası olar. Görək. Şifa olsun canım. Xalamgilə gəlmişdim, onlara baş çəkdim. Və indi gedirəm kargomu götürməyə.
Kargomu götürdüm. İndi gedirəm meyvə almağa. Portağal aldım. Yanında da bir ədəd salatlarda istifadə edə bilmək üçün limon. Sonra isə marketə gedib Aura'nın endirimindən yararlandım və özüm üçün belə bir cappuccino aldım. Bu brendi ilk dəfədir ki sınayıram. Bu kofenin belə standart ölçülərdə paketlər halında qablaşdırılmasını çox sevdim. Çünki daha ehtiyac olmur ki siz ölçü nizamlayasınız. Hazırca paketi açıb dəmləyirsiniz. Elə isti birini hazırladım ki sizlərə də öz fikrimi bildirim. Bu kiçik mikseri Temu'dan əldə etmişdim. Linkini də paylaşacağım və bunu artıq neçə müddətdir ki mən işlədirəm. Çox yaxşıdır. Duracell batareyası ilə isə ümumiyyətlə sürətlə işləyir. Bu növ şəkərsizdir deyə elə də çox bəyənmədim. Bu yapon qozunu da ilk dəfədir ki sınayıram. Salat üçün almışam. Yerli qozulara nisbətən dadı daha şirintəhər və yumşaqdır. Deməli qızlar, özümə salat edəcəm. Hərəsindən 3 dənəsini qoydum, qaynadım, bişdi. Çox bişirmədim, çünki istəmirəm ki çox yumşaq olub əzilsin. Ona görə də siz də istədiyiniz kimi, yəni daha çox bişməyini istəyirsinizsə biraz daha çox qaynadın, az bişməyini istəyirsinizsə az qaynadın. Əslində tyorkadan da keçirə bilərdim qozu. Sadəcə olaraq salatın içində itməsin deyə, çox xırda olmasın deyə biraz belə bu xırdalıqda bıçaqla doğradım. Bunları soydum qəşəngcə. İndi tyorkadan keçirəcəm. Tərəvəzləri tyorkadan keçirdim. İndi üzərinə qoz əlavə edəcəm. Zövqə görə duz istəyir. Sarımsaq da əlavə edə bilərsiniz. Sadəcə olaraq mən iyi gəlməsin deyə sarımsaq əlavə etmirəm, amma bu tip salatı mən əvvəl də etmişəm. Çox azacıq sarımsaq belə atsanız dadı dəyişəcək. Təbii ki, gözəl bir dad verəcək əlavə olaraq. Mən amma hal-hazırda qatmayacağam. Sadəcə duz istəyir, biraz da mayonez qatıb hazır edəcəm və yeyəcəm. Mayonezini az elədim. Siz istəsəniz biraz daha çox edə bilərsiniz. Günüm o qədər hərəkətli keçib ki, yatmadan öncə mütləq bunu hazırlayıb qəbul etməli idim. Sizinlə birlikdə qızıl süd hazırlayırıq. Bunun üçün yarım, maksimum 1 çay qaşığı sarı kök, isti ilıq 1 stəkan süd və 1/4 hissə və yaxud da maksimum 1 çay qaşığı bal lazımdır. Qızlar, bunun nə dərəcədə faydalı olduğunu ilk dəfə atamın qəbul etdikdən sonraki vəziyyətində görmüşəm. Deməli qızlar, atam bir həftə idi ki, çox xəstə idi və demək olar səsi o qədər çox tutulmuşdu ki, nə edirdisə xeyri yox idi. Cəmi bir dəfə hazırlayıb ona verdim. Qəbul etdiyi gün maksimum 1 saat, 2 saatdan sonra atam mənə zəng elədi ki, yenə hazırla ondan, çünki bu mənim səsimi açmağa başlayır. O qədər gözəl təsir eləmişdi. Maksimum 3 dəfə qəbul etdikdən sonra heç bir dərmansız atamın səsi əvvəlki kimi açılmışdı. Qandırıcı həblər qəbul edənlər ehtiyatla istifadə etsin, çünki bu qarışımın da özünün qandırıcı xüsusiyyəti var. Qızlar, ümid edirəm ki, belə bir kiçik vlogu siz də bəyəndiniz. Dəstək olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.